Hər vaxtınız xeyir olsun değerli tamaşaçılar. Güneşli Qəbələ şəhər stadionundan canlı yayımımız başlayır. Bir neçə dəqiqə sonra Misli Premyer Liqasının 20-ci turuna yekun vurulacaq. Turun bağlanış maçında Qəbələ ilə Sabah kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. 20-ci turun digər oyunları İmişli Qarabağ 0-1, Zirə Karvan Yevlax 1-0, Kəpəz Neftçi 1-3, Araz Naxçıvan Sumqayıt 1-0 və bir qədər əvvəl başa çatan Şamaxı Turan-Tovuz maçı 0-0 hesabı ilə başa çatdı. Sabah liderdir. Onlar Qarabağdan bir xal öndədilər. Fərqi yenidən 4 xala yüksəltmək üçün mübarizə aparacaq Sabah. Komandanın aktivində 46 xal var. Qəbəliyə gəldikdə isə onlar 10-cu sıradadılar. Ev sahibi komandanın 18 xalı var aktivində. Beləliklə qarşılaşma başlayır. Hər iki komandaya uğurlar arzu edirik. Yenə riskli ötürmə, amma bu dəfə ötürmə ünvanına çatdı. Domi Massumo, Massumo'dan ötürmə və zərbə və gol. Amma oyundan kənar vəziyyət qeydə alınır. Oyundan kənar vəziyyət zənnimcə İsmail Akinadi öndəydi. Eşqindən ötürmə Nuqay Rəşidov istiqamətində Nuqay saxladı. Nuqaydan zərbə və top qapıdan Asfə Qaralı keçir. Çox qüvvətli zərbə indirdi Nuqay Rəşidov, amma çərçivəyə düşə bilmədi. Top uzaqlaşdırıldı Velko Simic tərəfindən. Sierra'nın uzaqdan zərbəsi top qapının üstündən keçir. Daha bir təhlükəli zərbə. Bu dəfə də dəqiq olmadı. Ötürmə uğurlu alındı. Aron Maluda. Maludanın ötürməsi və fəqləməyə yaxın oldu Velko Simic, amma çərçivəyə düşə bilmədi. Onuncu golunu vura bilərdi Velko Simic. Aleksey İsayev ötürmə sol və zərbə gələcəkmi? Zərbə və top meydanı tərk edir. Xəyal Əliyev. Ovoso topu itirdi. Umar Ali Rahman Aliyev ötürmə. Aleksey İsayev, Alekseydən ötürmə Maluda, Aron Maluda. Rıza Cəfərov yerindədir. Qısa ötürmələrlə gəldi Sabah. Puxaç. Puxaçın zərbəsi Rıza Cəfərov. Top Rıza Cəfərovun üzərinə gəldi. O qədər də çətin top olmadı gənc qapıcı üçün. Baxaq təkrara. Maluda. Sol cinatdan sürətli irəliyir. Aron Maluda. Maluda. Aron Maluda. Maludadan ötürmə. Müdaxilə gəldi və qapıdan zərbə. Əla irəlilədi Aron Maluda. Eşqin Əhmədov nə qədər cəhd etsə də topu ondan ala bilmədi. Çox güc sərf edir bugün. Əla sıyrıldı Maludadan. Cavab gəldi Eşqindən. Massumo, Massumo. Bakatilov. Aleksey. Alekseydən ötürmə Simic istiqamətinə. Velko Simic, Rıza Cəfərov. Qarşılaşmanın baş hakimi ilk hissəni bitirir. Komandalar fasiləyə yollanırlar. Komandanı həm də azarkeşləri qane edir. İkinci hissə başlayır. İsmail Akinadi. Massumo. Domi Massumo ötürməsini eləyir zərbə və top qapıdan aralı keçir. Şahin Şahniyarov. Sağ ayağı ilə zərbə indirdi. Puxaç.
Zedatka. Hakim Zedatka. Zedatkadan ötürmə zərbə və gol! Xeyal Əliyev sabah hesab açır. Hakim Zedatkadan ötürmə və Xeyal Əliyev nöqtəni qoydu. 54-cü dəqiqədə Sabah istəyinə çatır. Qəbələ 0, Sabah 1, 4-cü qolunu vurur bu mövsüm Xeyal Əliyev. Artıq ardıcıl 3-cü maçlı fərqlənir. Baxaq bir daha təkara. Zedatka irəlilədi, ötürməsini etdi və Xeyal Əliyev Rıza Cəfərovu məyus edir. Ötürmə gəldi, başla zərbə və top meydanı tərk edir. İsmail Akinade. Simic istiqamətinə əla ötürmə, Velko Simic. Simic'in ötürməsi keçmədi, Simic və Rıza Cəfərov. Velko Simic. Fərqi artıra bilərdi. Puxaçdan əla ötürmə, Aron Maluda istiqamətinə. Maluda topu meydanda saxladı, ötürməsini etdi Simic'ə. Simic top qapıdan aralı keçir. Uzaq küncü nişan aldı, amma zərbəsi dəqiq olmur. Əla ötürmə gəldi. Timoteusz Puxaçdan. Afyanın arxasına planlanmış ötürməydi. Domi Massumo. Massumo'dan ötürmə Akinade'yə. İsmail Akinade top toru çöldən silkələyir. Təhlükəli gəldi Qəbələ, amma zərbə dəqiq alınmır. Baxaq. Sağ ayağı ilə zərbə indirdi İsmail Akinade. Turan Manafov ötürməsini edir. Qarşılıq var orada. Və zərbə və gol! Gol, 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 gol! Prince Ovosu! Qəbələ hesabı bərabərləşdirdi. 87-ci dəqiqədə Qəbələ istəyinə çatır. Golun müəllifi Prince Ovosu'dur. 1-1. Prince Ovosu cari mövsümdə 5-ci qolunu vurur, baxaq təkara. Qarşılıq var idi orada və bu qarşılıqdan Prince Ovosu istifadə etdi. Sabah tərəfindən etirazlar var. Baş hakimə texniki zonada. Elle oyun qeydə alınır. Qol ləğv edildi. Ötürmə, başla zərbə və Stos Pokotilov! Mükəmməl müdaxilə idi. Və qarşılaşma başa çatır. Sabah Qəbələni çətinliklə məğlub edir.